Uşaqlar, bu dərsimizdə hər birini salamlayıram və 11-ci səhifənin izahına baxırıq. Dərslərimizə qoşulmaq üçün tələsin. Hər kəs yazılır, siz də yazılın. Qeydiyyat davam edir. 050 776 49 44 nömrəsini yazmaqla dərslərimizə qoşulub ətraflı məlumat əldə edə bilərsiniz. Daha doğrusu yazarsınız bu nömrəyə. İndi başlayaq 11-ci səhifədə. Əvvəlin izah eləmişdim. İndi baxaq deyir, boş xanalara uyğun tam ədədləri tapın. Aha, diqqətlə baxırıq. Bax, fikir verək. Mənfi 14-də 16, düzdürmü? Burada 16-dan 8-i 16-nı 2-yə bölməklə tapmışam, düzdür? Amma burada da 14-ü də mən 2-yə bölməliyəm. Cavab eləməlidir 7. Düzdürmü? Cavab eləməlidir mənfi 7 daha doğrusu. Mənfi 7. Çünki 16-nı 8-ə bölmüşəm, eləyib 2. Mənfi 14-ü də 2-yə böləndə deməli nə eləməlidir? Mənfi 7 eləməlidir. Diqqətlə bax. Mənfi 7 var. Bax, bu mənfi 21 var. Bu mənfini 21-in qabağındakı 21 kimi fikirləşə bilərəm. Düzdürmü? Yəni cavab mənfi eləməlidir də. Məxrəc mütləq surət, məxrəc surət mənfidirsə, məxrəc deməli müsbət eləməlidir. Mənfi 7-dən mənfi 21-i necə almışam? 3-ə vurmalıdır. Deməli 8-i də 3-ə vuraram, neçə eləyər? Eləyər 24. Deməli uyğun rəqəmi tapdım. İndi D variantına baxaq. Bu biraz qəliz görünə bilər sizə. Fikir ver. Mənfi elədi müsbət. Müsbət də bu mənfi ilə toxuşanda cavab edir mənfi. Deməli bu kəsrin qiyməti mənfidir. Bax bu kəsrin qiyməti mənfidir. İndi burada ikinciyə baxıram. Burada mənfidirsə, deməli bir dənə mənfi var. Deməli məxrəc nə olmalıdır? Buradakı məxrəc müsbət olmalıdır, müsbət. Burada kəsrin qiyməti mənfidir axı. Buna bərabər kəsir də mənfi olmalıdır. Burada 8 var. 8 müsbət deməli surətdəki ədəddə mənfi olmalıdır. İndi baxıram. Başlayaq. Mən bunu mənfi 36-da 27 kimi görə bilərəm. Düzdürmü? Mənfi 36-da 27 kimi görə bilərəm. Bax, fikir ver, elə bil belə bir şey görürsən. Mənfi 36-da 27 kimi. Bunu üzrə sayın səsim tutuldu. Aha. İndi mən də mənfi sonsuz var da, düzdür? Mənfi sonsuz var. Yuxarıda da mənfi 3 var. Yaxşı, mən bunu belə fikirləşəcəm. Bax, elə bil 36-da mənfi 27 kimi yazıram. İndi yazıram, bərabərdir. Yuxarıda mənfi 3 var. Deyin görün, mənfi 27-də mənfi 3-ü necə almışam? 9-a bölməklə. Deməli, 36-nı da 9-a bölərəm. Eləyər 4. Yaxşı. Bu şəkildə yazdım. İndi yenə də həmin bu mənfini 3-ün qabağında gör. Məxrəcdə 4-ü gör. Yuxarıda da mənfi neçəsi olmalıdır? Aşağıda da 4. Yaxşı. 8 var, 8. 4-ü 2-yə vuranda neçə eləyir? 8. Mənfi 3 2-yə vuranda neçə eləyəcək? Mənfi 6. Deməli, burada da mənfi 6 dayanmalı imiş. Deməli, birincidə müsbət 4, ikincide xanada isə mənfi 6 dayanmalı. Həqiqətən də mənfi 36-da 27, mənfi 4-də 3-ə və ya mənfi 8-də 6-ya bərabərdir. Belə. Yazdım, bu şəkildə tamamladım. İndi baxıram növbətiyə. Verilən ədədlərə bərabər kəsirlər yazın. Məxrəci 18 olan, məxrəci 24 olan. İndi baxaq. 9-da 1-ə məxrəci 18 olan nə yazaram? 18 isə, demək 9-u 2-yə vurmuşam, 1-də 2-yə vurmuşam, eləcə 18-də 2. Düz. İndi A-nı göstərirəm, B-ni özü yazacaq. A-nın hər birini göstərəcəm, narahat olmayın. İndi bura baxıram. Məxrəci 18-dirsə, mənfi 6-nı nəyə vuranda 18 eləyir? Nə vada 3 deyəsiniz, 3-ə yox. Mənfi 3-ə. Mənfi 6-nı mənfi 3-ə vuranda 18 eləyir. Biri də mənfi 3-ə vuranda eləyəcəklər mənfi 3. Yəni mənfi 3-də 18. İndi bura baxıram. Məxrəc 18 olmalıdır, düzdür? Mənfi 3-ü neçəyə vuranda 18 eləyər? Mənfi 6-ya. Deməli, mənfi 5-də mənfi 6-ya vuracam. Neçə eləyəcək? Eləyəcək 30. Həqiqətən də 6-ya vurdum, düzdürmü? Mənfi 3, mənfi 5 ədədi 3-də 5-dir. 3-də 5 də həqiqətən də 18-də 30-a bərabərdir. Yəni 6-ya aparanda 3, 6-ya aparanda 5. Mənfi 4-ü, aha, bunun biz necə məxrəci 18 olan kimi göstərməliyəm. Yazıram 18, bunun məxrəcini 1 kimi görürəm. Düzdürmü? 1-i 18-ə vuranda elədi 18. Demək, mənfi 4-ü 18-ə vurmalıyam. Bu da eləyəcək mənfi 72. Həqiqətən də mənfi 4 ilə mənfi 18-də 72-yə bərabərdir. 72-ni 4-ə böləndə 18 eləyir, ona görə. Yəni 18-i 4-ə böləndə 72.
Aha, bir daha da 40, o da 4 30 70. Hə, vəssalam. Yəni -4 -18-də 72-yə bərabərdir. Bunu da yazdım, qeyd elədim. Vəssalam. Bu qədər. İndi məxrəci 24-də öz orada buna uyğun köçürdüb yazacaqsınız. Koordinat oxunda qeyd edilmiş nöqtənin koordinatlarını müəyyən edin. İndi baxaq. Fikir verin şagirdlər. Mən bilmirəm burada nə yazılıb. Birinci 0-dan 1-ə baxıram. 0-dan 1-ə baxanda arada 4 dənə boşluq var. Yəni 1-i 4-ə böləndə neçə eləyir? 0-dan %25. Gəl belə eləyək. Bax, bunun tən ortasında 0,5 dayanacaq. Yəni yarı. Və burada isə 0,25 dayanacaq. Burada isə 0,5-in üstə 0,25 yəni neçə eləyəcək? 0,75. Bunu biraz böyüdək. Bu yaxşı görəsiniz deyə. Aha. Diqqətlə baxın. 0,75 yazdım bura. İndi fikir ver, hər boşluq 0,25-ə bərabərdir. Bura 0,5-dir, bura 0,25, 0,15-in üstə 21, 0,25 ya da 0,75 edəcək. 1-in üstə mən 0,125 yəni neçə eləyəcək? 1,25. Bax, fikir ver, 1-dən 1 dama bu tərəfədir. Burada da -1-dən 1 dama bu tərəfədir. Deməli, A-nın koordinatı da -1,25-ə bərabər olacaq. Yaxşı? Aha. Bax, bura 0,5-dir. 2 dama o tərəfə. 0-dan 2 dama solda da bunun -0,5-i. Bu dama 0,125 idi, nöqtə. Bu da yuxarıdan yazıram. -0,25. Biraz təliqəsi o da çox kiçik idi, ona görə yanaşı qoyublar sualı. Yəni mən 0,125-i hardan tapdım? 0-dan 1-in arasında bir vahid məsafə var. O da 4 yerə bölünür. Yəni hər vahid 0,125-i göstərməlidir. Vəssalam. Bu qədər sadə idi. İndi B variantı da eyni ilə onun kopyasıdır ya. Onu özünüz yazacaqsınız. Yaxşı. Yəni də indi burada bir dənə nümunə göstərim. Sən 0-dan 1-i neçə yerə? 1, 2, 3, 4, 5 yerə böləcəksən. Hər dama 0,2 edəcək. Yaxşı. 0,2. Yəni, məsələn, birin üstə bu eləyəcək 1,2. Yaxşı. Məsələn, bu 0,2 isə bu -0,2. Bu qalanı da özünüz yazacaqsınız. Yaxşımı? Yəni, hər kiçik dama 0,2 göstərəcək. Məsələn, bura 0,2 isə bura 0,4, bura 0,6, bura 0,8, bura 1-də 1. Yəni, 1. Aydın oldu. Bəli, bu şəkildə yazıb həll etmək məqbuldur. İndi 9-cu suala baxırıq. 9-cu sualda deyir, damalı vərəqədə 6 damanı bir vahid qəbul etməklə koordinat oxu çəkin və verilən nöqtələri qeyd edin. Gəl qeyd eləyək. Neyini? Damalı dəftər kimi bizim də belə bir dəftərimiz var. Gəlin belə baxaq. İndi mən diqqətlə baxaq. Qoy biraz balacalaşdırım. Biraz kömək edeyim sizə. Bircə dəqiqə. Nöqtələri qeyd edin. Deməli, damalı vərəqədə 6 damanı bir vahid qəbul edin. Deməli, mən bir dənə ədəd oxu çəkirəm. Dəyərli şagirdlərimiz. Diqqətlə qulaq asın. Çox diqqətlə qulaq asmaq lazımdır. Məsələn, bura 0 deyirəm. Biraz 0 əvvəldə yazacağam. 6 damanı bir vahid qəbul edir. Bura, deməli, 6 damanı bir vahid qəbul edirəm. Bura elədir 1. Aslında 0 aşağıda da 1 aşağıda da yaza bilərəm. Gördünüz, 6 dənə damanı bir vahid qəbul edirəm. Ay sağ ol. Bayaqki suala oxşayır bu. Bayaqki suala bənzədiyi üçün diqqətlə baxın. 6 yerə bölünür, görürsünüz. 6 yerə bölündüyünə görə, aha, daha doğrusu üzr istəyirəm, 5 yerə bölünür. 1, 2, 3, 4, 5, 6, yox, 6 yerə bölünür. Hə, biz deməli 6 damanı bir vahid qəbul etmişik. Bayaq məsələn 4 yerə bölünmüşdü, 5 yerə bölünmüşdü. İndi isə 6 yerə bölünür. İndi siz özünüz məsələn videonu saxlayıb baxa bilərsiniz. Məsələn, biz hər damanı əgər 6 yerə bölürüksə, məsələn, bayaq 4 yerə böldük, 5 yerə böldük. Deyəcəksən, axı, müəllim, axı 1-i 6-ya bölə bilmirəm mən. Gəl sən belə elə. Sən belə eləyə bilərsən. 6-ya bölsən əgər, məsələn, 6-ya bölürəmsə, sən bunu 6-da 1 kimi görə bilərsən. Bu, məsələn, bura 6-da 1-dir, bura 6-da 2-dir, bura 6-da biraz səliqəsiz oldu, üzrlü sayın. Çox kiçikdir ya. Bura 6-da 3-dür,
Bura 6-da 4-dür. Bura 6-da 5-dir. Eyni ilə 6 damanı burada çəkirəm. Burada -1 yazıram. Bura -6-da 1-dir. Bura -6-da 2-dir. Bu şəkildə yazacaqsan, sonra nöqtəli. Məsələn, 6-da 1 4 B bəndə. Fikir ver. B bəndə 6-da 1 4. Gətirib 6-da 1-in üstə B bəndini yazacaqsan. Bu B hərfini yazdın. Sonra məsələn 6-da 5. 6-da 5 bura 4. Buranı götürüb A-nı yazacaqsan. Vəssalam. Mənfilərin də, müsbətlərin də bu şəkildə qoyacaqsan. Aha, deyəcəm mən bu nədir, bunu bilmədim. 1/2-də 1. Gəl bunu sən belə elə. Bunu 2-də, gəl belə eləyək. 2-də 3 yazacağam bunu. Diqqətlə mənə qulaq as. Mənə diqqətlə qulaq as. Bu çox önəmlidir. Bu digərlərindən fərqlidir. D nöqtəsi biraz fərqlidir. Ona görə diqqətlə qulaq asmalısan mənə başa düşmək üçün. Bunu mən -2-də 3 kimi yazıram. 2-də 3. Yaxşımı? 2-də 3 kimi yazdım. 2-də 3 kimi yazdım. Hə. İndi bunu biraz necə görə bilərik? Bax, belə eləyirəm. Yes, bunu belə yazmıram. Səni çaşdırmaq istəmirəm. Bunu belə yazmıram. Belə yazacağam. -1-dən 6 dama yenə də bu tərəfə götürürəm. Və bura kimi yazdım. Burada da -2-də. Axı 6 dama 1 vahidi qəbul edirəm. -2-də 1 artıq -1-dən də sol tərəfə gedir. 2-də 1 nədir? Yəni həmin o vahidin yarısı. Həmin o -1 ilə -2-nin tən ortasında -1/2-də 1 dayanacaqdır. Yaxşı, çünki 2-də 1 nə deməkdir? 6-da 3 deməkdir də. Bax, 6-da 1, 6-da 2, 6-da 3. 6-da 3 yəni 2-də 1. Və bu şəkildə bunu D nöqtəsində burada qeyd edə bilərsən. Bildim ki, sən bunda çətinlik çəkəcəksən, onun da nöqtəsini sənə göstərdim. Əla. İndi növbəti suala baxırıq. Növbəti suala görə hələ bizə nə deyir? Vəssalam, bunu bildik də. 9-cu çalışmamızı bildik. İndi yadda saxla hissəsinə baxa görə yadda saxla da bizə nə deyir? Deyir, rasional ədədlər çoxluğu Q hərfi ilə. Uşaqlar, buna Q deyirik. İndi G də deyə bilərsiniz, amma riyazi dildə buna Q hərfi deyilir. Yaxşı, Q hərfi ilə işarə edilir. Natural ədədlər çoxluğu N, tam ədədlər çoxluğu Z, tam ədədlər çoxluğu rasional ədədlərinin alt çoxluğudur. Yaxşı, alt çoxluğu nə deməkdir ki? Alt çoxluğu o deməkdir ki, yəni onun daxilindədir. Yaxşımı? Yəni, məsələn, 1, 2, məsələn, natural ədədlərdir. 1, 2 həm də tam ədədlərdir, həm də rasional ədəddir. Məsələn, tam ədədlərdə -2 ilə yaza bilərəm. Aydın oldu? Yəni, məsələn, -2 həm tamdır, həm rasionaldır, amma natural deyil. Məsələn, -3-də 1 tam deyil, natural da deyil, amma rasional ədəddir. Yaxşı, çünki nəyə görə A bölü B şəklində göstərə bilirəm deyə. Yəni, istənilən natural ədəd həm tamdır, həm rasionaldır. İstənilən natural ədəd həm tam ədəddir, həm rasional ədəddir. Yəni, bir-birinə daxildirlər. Alt çoxluğu nə deməkdir? Bunun bütün elementləri buna da aiddir. Bunun bütün elementləri də buna aiddir. İstənilən tam ədəd həm də rasional ədəddir. Yəni, istədiyiniz natural ədədlə istədiyiniz tam ədəd rasional ədəd sayıla bilər. Yaxşımı? Bəli, bunu yadımızdan çıxartmayaq. Qaydamızdır. Bunlar riyazi qaydalardır, təməl biliklərdir. İndi 10-cu çalışmamıza baxaq. Təklifin doğru və yanlış olduğunu nümunələr göstərməklə əsaslandırın. İkisini göstərəcəm. İndi o qaydaya əsasən hər bir natural ədəd rasional ədəddir. Bəli, bax fikir verir uşaqlar. Elə şəkil üstündə göstərirəm. Bu sarı mavinin içində həbs olub. Hər bir natural ədəd rasional ədəddir. Doğrudur. Nümunə göstərdim. Bayaqda nümunə göstərdim. Məsələn 1 naturaldır. Həm də tamdır, həm də rasionaldır. Bəli, bu doğrudur. Hər bir tam ədəd rasional ədəddir. Bəli, bunu mən də bayaq demişdim, doğrudur. Hər bir rasional ədəd tam ədəddir, səhvdir. Kiçik, hər kiçiyə aid ola bilər. Məsələn, hər tam ədəd hər tam ədəd həm də rasionaldır. Amma hər rasional həm tam ədəd deyil. Məsələn, -3-də 1 rasionaldır. Amma tam ədəd deyil, axı ona görə yanlışdır bu. Səhvdir. Yanlış. Hər bir rasional tam ədəddir, sözü səhvdir. Hər bir tam ədəd natural ədəddir. Bu da yanlışdır. Məsələn, -2 tam ədəddir. Demir hər bir. Seçdimdə -2. Axı natural ədəd deyil. -2 natural deyil, ona görə ola bilməz. Deyilsəydi hər natural tamdır, bəli, o doğru olardı. Bəli, bu qədər sadə. 11-12-yə baxaq. Boş xanalara daxildir və ya daxil deyildir işarələrindən uyğun olanı müəyyən edin. Aha, daxildir və ya daxil deyildir. 5. Natural ədəddir, şagirdlər. Bəli, natural ədəddir.
5/5 natural ədəddir, xeyr, tam ədəddir. Uşaqlar, Q demişdim rasional ədədin işarəsidir. -5 rasional ədəddir. Bəli, həm tamdır, bütün tamlarda həm də rasionaldır. -2/3 tam ədəddir, xeyr. Deməli, onda belə işarə yazacağam. Yəni, daxil deyil. 0 natural ədəddir, xeyr. 0 tam ədəddir. 5/1 rasional ədəddir. Bəli, A böl B şəklində kəsr kimi göstərir. -2/1 rasional ədəddir. Bəli, bütün mənfi kəsrlər də rasional ədəddir. 5/1 tam ədəddir. Xeyr. -5 natural ədəddir. Xeyr. Gördünüz? Bu şəkildə yazdıq. Səbinə mərkəzi koordinat başlanğıcında olan radiusu çevrə çəkdi. Yəni, koordinat başlanğıcında demək, sıfırın üstündədir. Görürsünüz, sıfırın üstündə çəkdi. Bu çevrə ilə koordinat oxu hansı koordinatlara uyğun nöqtədə kəsişər? Aha, Səbinə mərkəzi koordinat başlanğıcında olan radiusu R olan bir çevrə çəkib. Bu çevrə ilə koordinat oxu koordinatlara uyğun gələn nöqtələr kəsişər. Hansı koordinatlara uyğun kəsişər? Bax, fikir ver, dəyərli şagirdlər. Radius nədir? Radius çevrənin üzərində olan nöqtə ilə çevrənin mərkəzi olan arasındakı məsafənin uzunluğuna radius deyilir. Yaxşı. Bax, bura, məsələn, radius 5-dirsə, deməli, bura 5-dir. Radius 3-sə, deməli, bura koordinat 3-dir. İndi bura R-dırsa, elə burada R olacaq. Bir də, axır çevrənin radiusları bərabərdir. Bundan bura qədər məsafə edirsə, buradan burada məsafə edilir. Deməli, bu da bunun tam əksi olacaq. Mənfi R. Yaxşı. Hansı koordinatlara uyğun nöqtədə kəsişir? Bu çevrə ilə koordinat oxu, yəni kəsişmə nə deməkdir? Həm elə bir nöqtə ki, həm çevrənin üstündə olsun, həm nöqtə. Məsələn, burada bir dənə qırmızı nöqtə qoysam. Heç qırmızı yox, X yazıram bura, balaca bir nöqtə. Bu kəsişmə nöqtəsidir, xeyr. Tək çevrənin üstündədir. Amma bu mənfi R nə deyir? Həm çevrənin, həm də koordinat xəttinin, yəni mavi oxun üstündədir. Deməli, cavab burada mənfi R-lə R-dir. Yaxşı. Məsələn, 0-dan R bu da uyğun gələr. Aha, bax, görürsünüz, bu da uyğundur. Yox, uyğun deyil, üzr istəyirəm. Çünki çevrə axı 0-da kəsişmir. Çevrənin özündən söhbət gedir, mərkəzindən söhbət getmir. Cavab mənfi R-lə R-dir. Da 2R falan burada olamaz. 2R artıq burada olar. Axı, burada çevrə yoxdur. Burada oxun üstündədir, amma çevrə kəsişmir. 0 da oxun üstündədir, axı çevrə kəsmir onu. Çevrə R-lə mənfi R kəsir. Ona görə cavab burada mənfi R və R-dir. Yaxşı. Bunu da yazdıq bu şəkildə. İndi isə keçirik rasional ədədlərin moduluna. Uşaqlar, bunun izahını 12-ci səhifənin izahında verəcəm sizə. Ona görə bugünlük dərsimiz bu qədər qutardı. 12-ci səhifənin izahını verəndə əvvəldə bu 11-ci səhifənin izahında göstərəcəm sizə. Sağ olun.